Ölkə gündəmi haqqında danışmaq istəyirəm sizlərlə və bir neçə gün öncə yenidən Bakıda Abşeron yarımadasında güclü yağıntılar qeydə alındı və hökumətin özünün dili ilə desək, normadan artıq yağıntılar qeydə alındı və yenə də bir neçə litr yağış yağandan sonra bütün Bakı şəhərinin infrastrukturu, Xırdalan, xüsusilə də Keşlə qəsəbəsi və bütün bu ərazilərdə yenə də həyat iflic oldu, yenə də infrastruktur bərbad vəziyyətdə, yenə də insanların həyətlərini su basdı, küçələri su basdı, yollar suyun içərisində. İnsanlar işə gedəndə çətinlik çəkir, insanlar evlərinə gedəndə çətinlik çəkir, insanlar evlərindən çölə çıxa bilmirdilər və dünən hətta son olaraq bir xəbər yayıldı ki, Sabunçuda bir ev çökmüşdü və dağıntılar altından bir nəfər xilas edilib. Şükür ki, həyati təhlükəsi yoxdur və hər hansısa bir itki olmayıb, amma xəsarət alan olub. Baxın, bir qədər yağış yağandan sonra bütün əgər həyat iflic olursa, bütün ölkəmizdə az qala həyat dayanırsa, bir neçə saatlıq yağan yağışa görə, bu Yeni Azərbaycan Partiyasının 30 illik iqtidarının nə qədər bərbad bir sistemli bir şəraitdə ölkəni idarə etməsinin göstəricisidir. Necə ola bilər ki, Azərbaycan kimi bir ölkə, bizim əhalimiz çox deyil, bizim neft gəlirlərimiz var, bizim deyəndə, yəni sizin Azərbaycan iqtidarı, sizin daha doğrusu neft gəlirləriniz var. Və necə olur ki, siz 30 ildən daha çox da iqtidar olan bir partiyasınız. Konkret olaraq 32 il yarımdır. Siz iqtidar olan bir partiyasınız, amma düzəməlli bir sistem qura bilməmisiniz. Martın axırında olan güclü yağıntılardan sonra ölkə bərbad hala düşmüşdü. Onda biz bir sıra dövlət orqanlarını, icra başçılarını küçələrdə, yağıntı olan ərazilərdə, faciəvi durum olan ərazilərdə görmürdük. Amma bu son 2-3 gün öncəki yağıntılarda gördük. Yağıntılardan sonra necəsə bizim icra başçılarımız, bizim deyəndə yəni sizin icra başçılarınız, sizin təyin etdiyiniz icra başçılar adam arasına çıxmışdılar. Bəlkə də çoxdan bizim görmədiyimiz bir durum idi ki, bizim bəzi icra başçılar, bəzi dövlət orqanları insan arasına çıxmışdılar. Yəni bu özü də yaxşı bir əslində əməldir. Hətta Keşlə qəsəbəsində bütün günah səndəmə bir kollektorun üzərində tikilmiş bir evdəymiş. Siz görürsünüz də əziz izləyicilər. Bildiniz də ey Azərbaycanlılar, demək günah keçisi kim imiş, həmin o evi tikən imiş. Amma o evə tikməsinə kim icazə verir? Kim o evin tikintisi üçün ayrılmalı olan, ayrılacaq olan korrupsiyanı mənimsəyib, rüşvəti yeyib? Bəs bunlar araşdırılacaq. Xeyr, həmin evi sökdülər. Yəqin ki, həmin o ev sahibi də gedib orada-burada danışmasın. Düzdür, indi mətbuat da qalmayıb, hamısını tutub atıblar həbsxanaya və hardasa nəsə danışmasın, yazmasın deyə. Yəqin ki, ona da qalmağa bir yerlə təmin edəcəklər və bu formada məsələ həll olunacaq. Evi sökdülər, kollektorun səndəmə üzərində tikilibmiş və səndəmə bütün Bakını, bütün Keşləri buna görə su basıbmış və görürsünüz, bu Yeni Azərbaycan Partiyasının səhvi deyilmiş, bu Azərbaycan iqtidarının səhvi deyilmiş, bir Azərbaycanlının səhvi imiş, hansı ki, o Azərbaycanlı böyük bir səhv edib və bir ev tikib. Kimin icazəsi ilə tikilib o ev? Hansı qurumlar buna yaşıl işıq yandırıblar? Hansı qurumların, hansı əməkdaşları nə qədər rüşvət alıblar? Bu məsələdə kim maraqlı olub? Kim bu qanunsuzluğa göz yumub? Bəs bunlar araşdırılacaq. Xeyr, ara yerdə kimsə evini sökdülər. Təbii ki, sökülməlidir o ev. Çünki o yerdə ev tikmək ümumiyyətlə ağılsızlıqdır. Buna razılıq vermək ağılsızlıqdır. Bütün bir qəsəbəni, siz qəsəbənin taleyini qoyursunuz, sual altına, nədir oradan bir neçə min manat, sizin oradan bir yeyintiniz olacaq. Amma hələ nisbətən də olsa bu vəziyyət nəzarət altına alındı və su olan ərazilərdə kanalizasiya sistemləri nisbətən bərpa edildi və vəziyyət bir qədər düzəldi. İndi son 2 gündə artıq yağıntı yoxdur. Bütövlükdə yağıntı dayanıb deyə vəziyyət düzəlib. Hələ biz bilmirik bundan sonra yenidən yağıntı olacaq, yoxsa yox, yağıntı olacaqsa da yenə də həmin vəziyyətlər olacaqmı? Görürsən, bundan sonra neçə evin qanunsuz tikintisi üzə çıxarılacaq və neçə Azərbaycanlı günahkar çıxarılacaq ki, sadə Azərbaycanlılardan təbii ki, söhbət gedir və siz yenə də səhv etmişsiniz, ev tikmisiniz burada falan filan. Amma dövlət, iqtidar bu məsələdə
daha obyektiv olmalıdır. Öz buraxdıqları səhvləri qəbullanmalıdırlar və vaxtında düzgün strategiya yürütmədiklərini, düzgün bir sistem qurmadıqlarını qəbul etməlidirlər və bundan sonra düzgün, düzəməlli addımlar atılmalıdır. Və yerli icra hakimiyyətlərində, dövlət qurumlarında işi bilən insanlar işə götürülməlidir. Tanışlıqla və yaxud da ki, rüşvətlə iş bilməzlər başa gətirilməməlidir. İş bilənlər başa gətirilməlidir ki, bu cür vəziyyətdə də həmin o iş bilənlər bu problemi dərhal aradan qaldıra bilsinlər, bunun müxtəlif həll yollarını təklif etsinlər. Ekspertlər olmalıdır. Ümumiyyətlə Bakı şəhərinin kanalizasiya sisteminin durumu haqqında, Bakının yollarını niyə su basır? Və bəzi qəsəbələri də hardasa başa düşmək olar. Keçləri necəsə dedilər ki, burada ev tikilib, korrektorun üzərində o sıradan çıxarılıb və s. və ilaxır. Amma Bakı-Sumqayıt yolunu, Xırdalan yolunu, Masazır yolunu, yaxşı o yollarda bəs kanalizasiya sistemi necə qurulub ki, həmin yollar su altında qalıb? İnsanların maşınları su altında qalıb. Mən keçən dəfəki videomda da bu haqda qeyd etmişdim. Bu insanlara sığortanı kim ödəyəcək? Nə qədər kompensasiya ödəniləcək bu insanlara? Axı bu dövlət orqanlarının səhvidir. Əgər Bakı şəhəri paytaxt su altında qalırsa, onun magistral yolları, onun mərkəzi yolları su altında qalırsa, onun ən böyük qəsəbələri su altında qalırsa, bu dövlətin problemidir. Bu ölkəni idarə edənlərin problemidir. Amma bizim ölkəni idarə edənlərsə 3-4 nəfər gənci cinayətkar, 3-4 nəfər gənci az qala vətən xaini çıxarmaqla məşğul oldular. Və gündəmin digər bir mövzusu isə dünən bir çox iqtidara yaxın və yaxud da özünə müxalifət deyən, amma iqtidarın kölgəsində olan media orqanlarından, xəbər saytlarından və yaxud da elə birbaşa bilavasitə olaraq hakimiyyətin propaganda mediası adlandırdığımız media qurumlarından belə bir başlıqlar çıxarıldı ki, ölkədə hicab qadağan ediləcək və bunu nələrləsə əvəzləyəcəklər. Kələğa ilə əvəzlənməsi müzakirə oldu hətta. Sonra ümumiyyətlə mən bildiyim qədərilə həmin o saytlardan bütün bu başlıqlar və yaxud da ki, xəbərin özü ümumiyyətlə yığışdırıldı nəyəsə görə. Mən bu məsələ haqqında çox danışmaq istəmirəm. Çünki bir siyasətçi kimi din mövzusu elə bir mövzudur ki, ümumiyyətlə siyasətçilər maksimum dərəcədə bu mövzudan uzaq gəzməlidirlər deyə mən hər zaman düşünmüşəm. Hər kəsin dini etiqadı, dinə yanaşması onun şəxsi işidir. Çünki Azərbaycanlıların mütləq əksəriyyəti İslam dinini mənsubu kimi özünü hiss edir, müsəlman özünü adlandırır və İslam dinində də deyilir ki, hər kəsin şəxsi etiqadı onunla Allah arasında olan bir məsələdir. Və təbii ki, indi ateistlər də ola bilər, deistlər də ola bilər və yaxud da Azərbaycan tolerant bir ölkədir, multikultural bir ölkədir və bizim ölkəmizdə müxtəlif dini cəryanların, hətta müxtəlif dini fanatik dəstələrin nümayəndələri var və yaxud da ki, müxtəlif dindarlar var ki, onlar xristian dini nümayəndələri, yəhudi dini nümayəndələri və s. və ilaxır. Və ümumiyyətlə Azərbaycan bu cəhətdən çox yaxşı, çox əlverişli bir ölkədir ki, burada hamı hamıya hörmət edir. Və dövlət də hamının dinə yanaşmasına hörmət edir və bu cəhətdən Azərbaycan həqiqətən çox yaxşıdır, ümumiyyətlə bütün müsəlman ölkələri arasında. Amma hansısa bir güc, hansısa bəlkə də gözə görünməz qüvvə, bəlkə də Azərbaycanın gələcəyini istəməyənlər, Azərbaycanın bütövlüyünü arzulamayan bir güc Azərbaycanda süni olaraq belə bir gündəm yaradır və bəzən də dövləti, hətta bu Yeni Azərbaycan Partiyası iqtidar olsa belə, onları belə hansısa bir süni narazılıqla üz-üzə qoymaq istəyir, din narazılığı altında və nəyə gərəkdir ümumiyyətlə bu cür müzakirələr ki, hicab qadağan olunur və kəlağaya keçirilir. Kim hicab bağlayacaq, kim çarşab bağlayacaq, kim necə geyinəcək, bu insanların şəxsi verəcəyi bir qərardır. Biz artıq bunu qəbul etməliyik. İnsanların geyimini müzakirə etməməliyik. Fərqi yoxdur, bu geyim qısa ətəkdimi, şortikdimi, yoxsa hicabdır. Ümumiyyətlə, dövlət niyə insanların geyiminə müdaxilə etsin? Niyə dövlət insanlardan, sıravi vətəndaşlardan dress-code tələb etsin az qala? Yəni, bunun heç bir hüquqi əsası yoxdur. Hüquqi əsası qoyaq bir qırağa. Ümumiyyətlə, bunun fəlsəfi anlamı nədir? Bunun hər bir ümumiyyətlə, müzakirə olunan mövzunu və yaxud da ki, dövlətin qəbul etdiyi qanun kimi qəbul etdiyi qərarların özünün müəyyən bir əsasları olur. Hüquqi əsasları olur, fəlsəfi əsası olur, bunun siyasi əsası olur.
Yaxşı, biz din məsələsinin siyasi əsasını başa düşürük. Amma Azərbaycanda çarşaf bağlayanlar olsun, hicab bağlayanlar olsun. Bunlar konkret olaraq şiə mənsəbinin insanları deyil axı. Azərbaycanda digər mənsəblərdən olan, ümumiyyətlə digər təriqətlərə bağlı olan insanlar var ki, onlar da nisbətən qatı dindar kəsimə daxil edilir, radikal dindar kəsimə daxil edilir və onların da ailə üzvləri, onların da həyat yoldaşları və yaxud da onların da övladlarını biz çarşabda və yaxud da ki, hicabda görə bilərik və bu hicab məsələsi, bu çarşaf məsələsi təkcə indi kimlərsə bunu İranla bağlayır, şiəliklə bağlı, təkcə şiəliklə bağlı məsələ deyil və bu insanlara ümumiyyətlə hörmətlə yanaşmaq lazımdır və biz dini siyasətdən ayrı tutmalıyıq. Biz nə qədər ki, dindarları, din məsələsini bu qədər müzakirə edəcəksə, biz demək elə çıxır ki, hansısa bir güc Azərbaycanda dindarları bu və yaxud digər formada siyasətə qatışdırmaq istəyir və onları siyasi aktivlik yaratmaq istəyir onlarda. Ona görə də mən düşünürəm ki, həmin o xəbərlərin saytdan yığışdırılması, ən azından başlıq kimi yığışdırılması dövlətin, iqtidarın müəyyən bir daxilində müəyyən bir qrupların vaxtında çevik davranışının nəticəsi idi və mən bunu doğru addım kimi dəyərləndirirəm. Nə olursa olsun, insanların geyimini, insanların həyat tərzini, insanların ümumiyyətlə dini etiqadını müzakirə etmək, onlara bu yöndə yol göstərmək mən qəbul etmirəm. Bu həm də dövlət maraqlarıdır. Çünki o insanlar hər kəs özü bilər, Allah bilər, hansı yerə qədər və təbii ki, onda bir sərhədi var. O sərhədə ki, o dövlətin müstəqilliyinə, dövlətin ərazi bütövlüyünə və dövlətin gələcəyi ilə bir müdaxilə olmasın. Mən düşünmürəm ki, bugün Azərbaycandakı dini qruplar, dindarlar o qədər Azərbaycan dövlətinə qarşıdır, o qədər Azərbaycan gələcəyinə qarşıdır ki, biz bu məsələdə dövlət onlara müdaxilə etsin. Hələ ki, bu müdaxiləyə ehtiyac yoxdur deyə mən düşünürəm. Hələ ki, gözlə görünən budur ki, Azərbaycanda heç bir bu formada dini radikal qrupların hər hansısa bir risk ehtimalı yoxdur. Və onları da hansısa gözə görünməz güclər, bir daha qeyd edirəm, Azərbaycanın gələcəyini, Azərbaycanın bütövlüyünü, Azərbaycan xalqının bütövlüyünü istəməyən güclər Azərbaycanda dini ayrı-seçkiliyi, etnik ayrı-seçkiliyi bu məsələ üzərindən, bu söhbət üzərindən gündəmə gətirib etməməlidirlər və edirlərsə də dövlətin burada ayrı-sayıq davranması təqdirə layiqdir. Və sonda bir daha mən bugünkü hər hansı bir mövzu əsasındayıq, ümumi gündəm haqqında danışırdım. Azərbaycanda siyasi məhbuslar var, onların məhkəmələri keçirilir bu günlərdə. Təbii ki, o da mənim nəzərimdədir. Mən Azərbaycandakı bütün siyasi məhbuslara tezliklə azad olunmasını arzulayıram. Çünki arzulamaqdan başqa əlimizdən nəsə gəlmir. Çünki bu insanların günahsız formada həbs olunması, şərlənib həbs olunmaları elə məhkəmə ifadələrində, şahid ifadələrində və oradan sosial şəbəkələrdə yazılanlara təbii ki, mən məhkəmələrdə iştirak etməmişəm. Amma sosial şəbəkələrdə yazanlardan, məhkəmə iştirakçısı olan şahidlərdən və onların danışıqlarından belə anlamaq olur ki, həqiqətən də bugün Azərbaycanda dövlət çox əsassız yerə, Azərbaycan iqtidarı çox əsassız yerə gəncləri bir neçə illik həbs edib və bu gənclərin ömründən, günündən alınır. Ümid edək ki, onlar tez bir zamanda hər birisi azadlığa qovuşacaq və Azərbaycan bu siyasi məhbus aybından da bir dəfəlik qurtulacaq.